bu ayədə iki məqamdan istifadə edib, deyirik ki, bu ayədən istifadə edib, deyirik ki, Allah görülməz. Qardaşlarımız, əziz müsəlman qardaşlarımız deyirlər ki, bu ayəyə əsaslanıb deyirlər ki, Allah görürlər. Yaxşı, onlar necə istifadə edirlər? Deyirlər ki, bir. Deyirlər, sən Musa Peyğəmbərdən çox bilirsən. Əgər Allah bu gözlə görülməsəydi, Musa Peyğəmbər niyə Allaha deyirdi ki, özün mənə göstər? Diqqət elədiniz əzizlərə? Diqqət eləmədiniz? Bəli. Onlar belə deyirlər. Onlar, yəni maraqlı orasındadır ya. Yəni bir ayədən hər iki rəydə olan müsəlmanlar istifadə edir. Birinci qism müsəlmanlar, yəni biz deyirik ki, bu ayədən istifadə edib deyirik ki, Allah Teala görülə bilməz. Niyə Allah deyir ki, məni heç vaxt görməyəcəksən? İkincisi də dağ yerində qalmaz. O adamlar ki deyirlər, o müsəlmanlar ki deyirlər, əhl-i-sünnə qardaşlarımız, Allah qiyamət günü görəcək, cənnət əhlinə görünəcək, onlar da bu ayədən istifadə edirlər. Deyirlər, birincisi, sən Musa Peyğəmbərdən çox bilirsən. Əgər Allah bu gözlə görülməyəcəkdirsə, Musa Peyğəmbər niyə Allaha deyir ki, ərini əndur eləyik? Göstər mənə özünü, baxım sənə. Deməli, Allah görülə bilər ki, və görülər ki, Musa Peyğəmbər Allahdan istədi. Onlar bundan, bu yerdən istifadə edib, deyirlər ki, Allahı görməyi mümkün. Biz onlara cavab veririk, əvvələn bayaq dediyim kimi. Digər ayə, bu ayəni təfsir edir ki, Musa Peyğəmbərin qövmü onu məcbur elədi. Dedi ki, lən nu'minə ləkə hətta nərəllaha cəhrətən. Biz sənə iman gətirməyəcəyik ta inki sən Allahı bizə göstərməyəsən. Yəni, Allahı sən bizə göstərsin, biz sənə iman gətirəcəyik. Onlar Musa Peyğəmbəri məcbur elədilər. Musa Peyğəmbər onlara dərs olsun deyə, ibrət olsun deyə onları özü ilə miqata gətirdi ki, öz gözləri ilə şahid olsunlar ki, Allahı görmək mümkündür. Aydın oldu qardaşlar. Birincisi budur. Cavabımız budur. İkincisi, Allah Teala burada deyəndə ki, mən dağın üstünə təcəlli edirəm, dağa təcəlli edirəm və dağ əgər sabit olsa, onda məni görərsiniz. Bu o demək deyir ki, dağ sabit olsaydı Allah görülə bilərdi. Xeyr, o demək deyir. Nədir bu sözün mənası? Bizdə bir qayda var, sözdə, söz elmində bir qayda var. Ərəb dilinə məxsus deyir, bizim dildə də var. Deyirlər ki, muallaq bil mahal mahalun. Nə deməkdir bu qayda? Yəni, qeyri-mümkünə bağlı olan da mümkündür, qeyri-mümkündür. Yəni, bu iş qeyri-mümkündür, mümkündür baş verən. Bundan asılı olan hər hansı bir iş, o da qeyri-mümkündür. Nə deməkdir? Qoy bir də misal deyim. Allah Teala Quranda bunu istifadə edir. Deyir, əgər dəvə iynənin bilirsiniz də, arxasında dəlik olur ki, oradan sap keçir. Allah Quranda deyir ki, əgər dəvə iynənin dəliyindən keçsə, onda mən müşrikləri bağışlayarım. Nə deməkdir bu söz? Bu Quran ayəsi mənası nədir? Yəni, müşriklərin bağışlanma işi, prosesi dəvənin iynənin dəliyindən keçməsindən asılıdır. Necə ki, dəvəni iynənin dəliyindən keçməsi, dəvənin iynədən keçməsi mümkündür, deməli, müşrikin bağışlanmayı da mümkündür. Mümkün olmayan işdən aslı olan iş də mümkündür. Gedirsən birinin yanına, deyirsən ki, məsələn, mənim bir ehtiyacım var, mənə pul ver. Sənə deyir ki, saatsən qanatlanıb göydə uçsun, mən sənə pul verəcəm. Yəni, demək istəyir ki, verməyəcəm. Yəni, necə ki, sənin qanadlayıb uçmağın mümkündür, mənim sənə pul verməyim də mümkündür. Aydın oldu. Bu bəlağətdir, bu fəsahətdir, bu sözün gözəlliyidir. Bir var deyim ki, məsələn, bu işi eləməyəcəm, bir də deyirəm ki, yox. Əgər bir iş baş verərsə, bunu görəcəm. Peyğəmbər salavatullah bundan istifadə edeyim. Tarix yazır ki, Əbu Talibin yanına gəldilər, Peyğəmbərdən şikayət elədilər. Peyğəmbər təzə din gətirib bizi bütlərdən uzaqlaşdırır. Əbu Talib çağırdı, qısa deyirəm, konkret, vaxtımız azdır. Çağırdı Əbu Talib Peyğəmbəri, dedi ki, qardaşım oğlu. Bunlar deyirlər ki, biz Peyğəmbərin, biz deyirik də Peyğəmbər, onlar adın deyirlər. Peyğəmbərimizə qız verərik, cariyələr verərik, qullar verərik, kənizlər verərik və ona pullar verərik, qızıllar verərik ki, bu işdən əl çəksin. Onlar belə təklif edirlər. Əbu Talib bunu Peyğəmbərə deyəndə Peyğəmbər sallallahu dedi ki, əmican, əgər onlar günəşi mənim sağ əlimə qoysunlar, ayı mənim sol ovucuma qoysunlar ki, bu işi tərk eləyim, hansı işi? Yəni İslam dini, bu dini tərk eləyim, eləməyəcəm. Nə deməkdir? Yəni onlar gətirib günəşə ayı qoysalar, Peyğəmbər tərk eləyəcək? Yox. Necə ki, onların ay, günəş və ayı gətirib mənim əlimi, ovucumun içərisinə qoymaq mümkündür, mənim də bu dini tərk eləmək mümkündür. Bu deməkdir bu. Bundan bütün Allah Quranda və
peyğəmbərlər kəlamında, adi aqil insanlar öz kəlamlarında bu qaydadan istifadə ediblər. Qeyri-mümkün işə bağlı olan iş də qeyri-mümkündür. Yəni, o da baş verən deyil. Aydın oldu, bu birdən qaydadır. Allah Teala da burada ayədə ondan istifadə edir. Deyir ki, mən təcəlli edirəm dağa. Əgər dağ yerində qərar tutsa, onda məni görərsiniz. Dağ yerində qərar tutdu. Tutmadı. Allah Quranda deyir ki, فَجَعَلَهُ دَقَّا جَعَلَهُ دَقَّا Dağ yerində qalmadı, oynadı. O bura ayədə Allah Teala deyir ki, dağı qaldırdım onların başının üstünə. Yəni, dağ yerində qərar tapmadı. Necə ki, dağın Allahın nuru dağa təcəlli edəndə dağın sabit qalması mümkün deyil, deməli Allahın görünməsi də mümkün deyil. Bu deməkdir bu. Bu deməkdir. Ona görə biz bununla da onlara cavab veririk. İndi digər ayələr də var, o ayələrə cavablar da var. İnşallah o qalsın gələn dəfiyə. Ancaq mən sizə indi and verəm Allaha. Fəqət bu ayə, hələ tam danışmamışım bəzdən. Ancaq bu ayəyə baxanda, insafla baxanda, mən demirəm təəssübkeşlik eləyək, tərəfkeşlik eləyək. Yox, insafla baxanda hansı cavab daha mətnədir? Hansı cavab daha qüvvəlidir? Görürsən ki, birinci cavab daha qüvvəlidir. Əvvələn Qur'an ayəsi ilə təfsir olunur, ikincisi də Qur'anın tam mənasıdır, tam dəlalətidir bu mənası. Ona görə Allah hifz eləsin bütün müştəhidlərimizi. Seyyid Həkim adında bizim də müştəhidimiz var. Bu saat hal-hazırda həyatdadır. Nəcəfdə Seyyid Məhəmməd Səid Təbətabay Həkim. Onun bir sözü var kitabında yazır. Deyir, fərz edək, tutaq ki, məsələn, bizim dəlillərimiz zəifdir. Hansı bəs müsəlmanların dəlili bizdən güclüdür? Sözə bax, fikir ver. Tutaq ki, əvvələn zəif deyil bizim dəlillərimiz. Tutaq ki, məsələn, fərz eləyək ki, bizim dəlillərimiz zəifdir və hansı müsəlmanın dəlili bizdən güclüdür? Əgər biz, ağa demək istəyir ki, əgər bizim dəlilimiz zəifdirsə, onda onlarda daha zəifdir. Heç bir şey. Aydın oldu. Amma bizim dəlillərimiz zəifdir. İnşallah özünüzdə bu bəhslər əsasında görəcəksiniz. Allah hamd və izzətinə, cəlalına, Allah təala hamımızı dinimizi öyrənib, ona əməl edənlərdən qərar versin. Amin. Allah sizdən razı olsun və hər mövzuda sual olsa yenə problemi yoxdur, amma xüsusilə bu mövzuda sual olsa daha yaxşı olar. Ümumiyyətlə, tohidlə bağlı sual olsa, yəni hər bəhsin özünə aid sual olsa daha yaxşı olar. Amma yenə də ola bilsin, tohid barəsində sualınız yoxdur və yaxud zeyninizə bir şey gəlmir, başqa barədə sual versiniz. Mən yenə də sizin xidmətinizə varam. Allah sizdən razı olsun. Salavat verin inşallah. Bəli. Bəsirət gözünün Allahı dərk edir, görmək deyəndə nədir başa düşür? Valla onu dillə demək mümkün deyil onu. Onu gərək yaşayasan biləsən. Ümumiyyətlə, irfan deyilən bir şey ki var, irfanın nəzəriyyəsindən danışırlar, irfan əməlidən danışılmaz. Onu deyirlər, get əməl elə, çat məqama bil. Onun ən sadə forması bəsirətindən Allahı görmək, bəsirət gözü ilə Allahı görməyin ən sadə, başa düşülən forması, yəni ən aşağı mərtəbəsi bu Allahın yaratdıqlarına baxıb Allahı düşünməkdir, Allahı tanımaq. Ən odur ki, İmam Əli əleyhissalam buyurdu ki, مَا رَأَيْتُ شَيْئًا إِلَّا وَرَأَيْتُ اللّٰهَ قَبْلَهُ وَبَعْدَهُ وَمَعَهُ Mən nəyə baxdımsa, ondan qabaq, ondan sonra, onunla birlikdə Allahı gördüm. Nə deməkdir? Məsələn, İmam Əlinin bu sözünə görə mən bu meyvəyə də baxdım, Allahı gördüm. Yaxşı, necə olur mən buna baxıb Allahı görürəm? Bəli, mən o cür baxıram ki, bunun xaliqi var, bunun Rəbbi var, bunun yaradanı var. Aydın oldu qardaş. Yəni, bunun ən bəsirətlə Allahı görməyin ən aşağı həddi budur ki, insan hər hansı bir bu Allahın yaratdığına baxanda görür ki, onun bir xaliqi var, onu da zehnində hazır eləyir. Bu ən aşağı həddidir. Yuxarı həddin bəli, onda gərək, elə biz də ariflər deyirlər, arif olaq, onda özümüz bilək. Daha onu gəlib, heç kəs, bunu kimdən soruşsun, sənə cavab verməyəcək. Yəni, hətta Məhəmməd Təqi Behçətdən də soruşsun, o öz qəlbində, ürəyində gördüyün, yaşadığın gəlib sənə göstərməyəcək. Əvvələn göstərə bilməyəcək, dillə də onlar demirlər. Niyə görə demirlər? Çünki, bilirsiniz necədir, insanda bir şey var, özü o məqama çatmayanda, o məqamdakı yalancı adlandırır. Həmişə belədir, insanda belə bir şey var. Məsələn, sən bir məqama yetişmirsən, bir hala çatmışsan ki, onu mənə danışırsan, mən o məqama çatmamışam, mən səni yalanlayıram, təksib edirəm. Deyirəm, sən boş danışırsan, ola bilməz belə şey, bu iddiadır, bu yalandır. Ona görə bizim alimlərimiz, ariflərimiz, o ruhani insanlar, onlar öz ürəyi ilə gördüklərini bizə danışmazlar.
Onlar öz ağlı ilə, zehni ilə olanları bizə danışırlar, kitablarda yazırlar. Hə, bu ayədən bunu istifadə elədi, bu hədis bunu dedi. Amma alim ürəyində nəyi yaşayır, nəyi görür? Hə, onu bizə demir və yazmırdı onu. Niyə görədir? Çünki o nə yazılasıdır, nə də deyiləsidir. Ona hər bir insan özü gələk yetişsin o məqama, ondan sonra görsün ki, Həzrəti Əmir əl-Müminin Əli əleyhissalam bilirdi. Ayətullah Behçid Allah rəhmət eləsin, namaz qılanda Əssalamu aleykə əyyuhən nəbiyyü və rəhmətullah və bərəkatuhu deyirdi. Yəni, ey Allahın Peyğəmbəri, bizim Peyğəmbərimiz, sənə salam olsun, Allahın rəhməti, salamı və bərəkəti sənə olsun. Hər namazında bunu deyəndə hönkürtü ilə ağlayırdı Behçid Allah. Sızıldayırdı, nala çəkirdi. Amma biz bir ömürdə deyirik, Əssalamu aleykə əyyuhən nəbiyyü və rəhmətullah və bərəkatuhu. Nə bir dəfə sızıldamışıq, nə bir də filan. Bəzən vaxtı hələ namazı batil elədiyinə görə gülmürük, yoxsa gülərik də bəzi vaxtı. Qadımıza məsələ sözlər düşür namazda, istəyirik gülək, o namaz batil olar, dayanırıq. Nəinki ürəyimizdə Allah qorxusu yox, Allahın qabağında hazıram, yox. Gülmək namazı batil eləyər, o niyyətə görə gülmürəm. Yoxsa əgər batil olmasaydı namaz, bizim qəhqəhəmiz ərşə çıxardı namaz üstündə. Aynı oldu, çünki fikir, zikir tam. Amma Behçid ağa, Əssalamu aleykə eyyuhən nəbiyyunu elə şəkildə deyirdi ki, elə bilirdin ki, Əzrail əleyhissalam oturub onun sinəsində, onun canını indi alır. Yəni o şəkildə idi. Mən o ağa qismət oldu, ağanın dalında namaz qılmaq, özüm şahidi oldum. Şimdi let yazılarında hamımız görmüşsünüz, şahidi oldum onu. Yəni odur, həmən yeri idi, Əssalamu aleykə eyyuhən nəbiyyə və rəhmətullah və bərəkatuhu idi. İyyəkə na'budu və iyyəkə nəstəin idi. O yerlərə çatanda Behçid ağa elə fəryad edirdi ki, adam güman edirdi ki, məsələn, indi bunu Əzrail əleyhissalam indi oturub bunun sinəsində bunun canını alır, biz görmürük, o görür. Amma bu, indi Behçid ağa deyəsən ki, yaxşı, sən niyə Peyğəmbərin adı gələndə bu şəklə düşürsən? O sənə deməyəcək işlə. Deyəcək, mənim balam, əməl elə, sən də gəl, çat özün bilərsən. Ancaq bunu deyəcək, bundan başqa bir söz deməyəcək. Amma ən aşağı həddin dedim, bəsirət gözü ilə Allahı görmək budur ki, biz bu alama baxanda biz onun xaliqin, Rəbbin görürük onunla bərabər. Bilirik ki, onun yaradıcısı var. Bəli, ən aşağı həddi budur. Əhlüsünnə qardaşlarda ki, onlar Allahı bir insan kimi, biz dünyadan sonra ki, yəni ki, qiyamət gündən sonra Allahı bir cism kimi, yəni insan kimi olacağını deyirlər. Bəli, onların elə sözlərindən bu çıxır, bizim də elə onlara iradımız budur. İnşallah gələn həftə bu barədə geniş danışacaq Allahın köməyinə, qayıdacaq bu bəhsə. Onlar üç kitablarında hansı ki, özlərinin məsələn, Səid kitabı hədislər ki, var, üç kitablarında. Məsələn, hansılardadır, nələr? Məsələn, çünki həqiqətən fikirlər ki, onları insan kimi, insan cisimində, sifətində gəlir. Yox, insan sifətində yox. Onlar deyirlər ki, bəyan dedim, deyirlər ki, bədirlənmiş ay kimi, yəni 14 gecəli ay kimi cənnət əhli Allahı görəcək. Yox, o başqadır. Yox, o müsəlmanların içərisində, yəni əhlüsünnənin içərisində əhlül hədis deyilən bir dənə əqidə sahibləri olub, əhlül hədis, yəni hədis əhli. Bunlar hədis zəif oldu, düzgün oldu. Yəni, indi demək olar ki, onlardan yoxdur, demək olar ki, vaxtında olub. Onlar bu məsələyə söykəniblər, onlar. Və yaxud, məsələn, Həsən el-Bəsri olub, səhv eləmirəmsə, onların rəylərində olub, fikirlərində deyib ki, Allahın nəyi barəsində soruşun, üzr istəyirəm, bir dənə cinsiyyət orqanından başqa, çünki onu bilmirik ki, kişi yoxsa qadındır. Qalan nədən üçün soruşun, məsələn, saçı necədir, qolu necədir, əli necədir, ayağı necədir, filan. Sonra bu əşəri ki, gəldi, əşairələr məzhəbi yarandı, əşairələr dedilər ki, yox, bu cürdür, Allahın əli var, ayağı var, amma biz bilmirik necədir. Və deyə bilmərik, Allahın saçı belə filan və s. Onlar bu cür gəldi. Amma əsasən Əhməd ibn Həmbəl ki olur, indi onun şəriətinə əməl edirlər, fikrinə. Əhməd ibn Həmbəlin fikrinə, məsələn, bütün vəhabilər Əhməd ibn Həmbəlin şəriətinə əməl edir, fikrinə, yəni fətvalarına. Və yaxud müsəlmanların içərisində, əhlüsünnənin içində var bəziləri, Həmbəli məzhəbindən də, onlar da Həmbəlin fətvasını əməl edirlər şəriətdə. Yəni, necə namaz qılar, necə oruç tutar, namazı nə batil edir, orucu nə batil edir, Əhməd ibn Həmbəlin fətvasını əməl edirlər. Amma Əhməd ibn Həmbəlin əqidəsini qəbul eləmirlər. Əhməd ibn Həmbəlin əqidəsi olub, o da əhl-i hədislərdən. Onlardılar, Allahın qıvrım saçı olub, nə bilim, əstəğfirullah, nəuzubillah, bəli, onlar hətta rənginə qədər filan edirlər. Amma yox, indi müsəlmanlar yoxdur, indi heç kəs bunu qəbul eləmir. Hətta bunu, məsələn, vəhabilər bilmir. Onlara, sələfilərə deyəndə ki, sizin fətvasına əməl elədiyiniz Əhməd ibn Həmbəlin əqidəsi bu olub, dəhşətə gəlir. Yox, ola bilməz belə şey. Necə ola bilməz Əhməd ibn Həmbəlin kitabları? Əslində əlimizdə biz oxuyun da bir kitab oxuyun.
Məsələn, bizim problemimiz odur ki, biz kitab oxumuruq. Nə biz, nə onlar kitab oxumuruq. Siz kitab oxuyun, görün ki, bu kitabda nə yazılır, görün kitabda nələr yazılıb, hansı hədislər yazılıb, onların əqidəsi, inancı nədir. Və deməyim odur ki, indi hətta bunlara indi deyəndə, yenə bunlar dəhşətə gəlirlər ki, Əhməd ibn Həmbalın belə bir əqidəsi olub, bəli, belə əqidəsi olub, sözləri də yazılıb kitablarında və onu da sübut eləmək problem yox. Öz mən o dərəcədə xırdalıqlara getmək istəmirəm. Biz o dərəcədə xırdalıqlara geçsək, onda gələ bilən bəhsin üstünə bir il dəyənək, bir il oturaq. Amma hər kəs istəsə dərinə getmək, eləyə bilər ki, geçsin. Problem yox. Onların əqidəsidir. Amma indiki müsəlmanlar ki var, əsasən əhlüsünnət, onlar deyirlər ki, Allah Teala bədirlənmiş ay kimidir. İnsan formasında Allah görüləcək, bunu deyən yoxdur. Sadəcə bədirlənmiş ay, yəni 14 gecəli ay kimi, nur kimi biz Allahı bu, yəni maddi gözümüzdən, bu başımızda olan gözümüzlə görəcəyik. Bizə deyir ki, xeyr, bunlar Allah Teala bu maddi gözdən, dünyəvi gözdən heç vaxt görülə bilməz. Məsələ bunda var. Ateimizin kitabında var yanmı? Nə var? Ki Allah isimli yeri balaca qurduğunu saat. Yox, o Allahın Allahın, yox, üzr istəyirəm. Allah Taala'nın cümə axşamı yerə enməyi, bu bütün vahabilər hamısı ilə qəbul edir. İbn Abbasın kitabında var. Yerə yox, üzr istəyirəm. Göyün aşağı qatına. Məsələn, demirik ki, göy 7 qatdır. Göy 7 qatdır. Allah Quranda deyir axı, səmavat-ı səbə. Allah Taala 7 göy yaratdı. Həmən o 7 qatın axırıncı qatı indi bizim dünyaya ən yaxın qat hansıdırsa, Allah Teala cümə axşamı həmən o qata enir, yəni o bizdən sayəndə birinci qatda, yəni 1, 2, 3, 4, 7. Yuxarıdan gələndə 7-ci olur, bizdən gedəndə birinci. Həmən o birinci qata cümə axşamı enir Allah Teala ki, baxsın, görsün mənim bəndələrim hansı biri ibadətlə məşğuldur, cümə axşamı hansı biri namaz qılır, ya hansı biri qılmır. O əqidə var onlarda. Qiyamət günü Allah Teala cəhənnəm deyəcək ki, cəhənnəmdən soruşacaq ki, həlim tələti doldun mu? Allah cəhənnəmə deyəcək, doldun mu? Cəhənnəm də deyəcək ki, həl min məzid, yəni var yenə göndər, hələ dolmamışam. Göndər. Ki, cəhənnəm deyəcək, Allah Teala ayağın qoyacaq, ayaq da yox, baldır, saq. Ərəbcə saq, dizlə topuğun arasına deyərlər. Dizlə, bir var insanın dizi, bir var topuq. Dizlə topuğun arasına saq deyərlər ərəbcə. Bizim dilimizdə baldır. Deyir, Allah Teala baldırın qoyacaq cəhənnəmə, hətta bu səs də gələcək, xış. Yəni, o dərəcədə yazıb hədislərdə yazırlar və buna inanırlar da. Qoyacaq və ondan sonra cəhənnəmin oduyu sakit olacaq. Cəhənnəmin alovu sakit olacaq. Bu, onların əqidəsidir. Bu var, bunlar var. Amma birbaşa desinlər ki, məsələn, indi soruşanda yaxşı, Allah ayağını qoyacaq, deyir, bəli, Allahın ayağı vardır, amma biz bilmirik necədir. İndikilər belə deyirlər. Aynı oldu, çünki İbn Teymiyyanın əqidəsindən gedirlər, Vəhabilər. İbn Teymiyyanın da əqidəsi bu olub ki, İbn Teymiyyə deyirdi ki, biz Allah'a deyirik, əli var, ayağı var və s. amma necəliyin bilmədən, keyfiyyət vermədən. Keyfiyyət versək, düz olmaz. Məsələn, insanın əlini oxşayır filandır, desək olmaz. Amma əli var, bilmirik necə, ayağı var, bilmirik necə, gözü var, bilmirik necə, üzü var, bilmirik necə, saçı var, bilmirik necə. Ancaq belə, bilmirik necə, canları tutarırlar. Deyəndə də yox, sən cisim sifədir, yox, mən demədim ki, cisimdir. Əli var, amma mən demirəm cisimin bizim əlimiz kimi. Əli var, amma bilmirik necə. Ayağı var, bilmirik necə. Aydın oldu, bununla canlarını tutarırlar. İndikilər belədir, bu formadadır. O qədimdəkilər idi, məsələn, dedilər ki, o əhl-i hədislər ki, Allah qıvrım saçı var, rəngi də bu, filan da bu, o qədimdir. Ağa, üzr istəyirəm, bir dənə sual. Biz özümüzü tanıyaq ki, Allahı tanıyaq. İlk növbədə belə sual yəni ki, özümüzü əgər Allahı tanımasaq, özümüzü tanısaq, Allahı tapar. O necə mənada? O cür məsələlər hərəsi bir cihətdəndir. Nə deməkdir bu hərəsi bir cihətdən? Bax, bizdə hədislər var. O hədislərə baxanda bilirsən ki, namaz bütün ibadətlərdən üstündür. Düzdür, qardaş? Peyğəmbər sallallahu buyurdu ki, İnnə salatə inqubilət qubilə masivahə inruddə masivah. Namaz elə bir əməldir ki, əgər qəbul olunsa, digər əməllər qəbul olunar. Əgər namaz qəbul olunmasa, digər əməllər də qəbul olunmaz. Bu hədisdən açıq-aşkar başa düşürük ki, namaz bütün ibadətlərdən üstündür. Amma hədis var, görürsən ki, deyir, həcc bütün ibadətlərdən üstündür. Bunu necə başa düşək? Bir tərəfdə deyir ki, namaz bütün ibadətlərdən üstündür, həy də onun içində. Bir tərəfdə deyir ki, yox, həcc bütün ibadətlərdən üstündür, namaz da onun içində. Onda belə çıxır ki, namaz həcdən üstündür, həy namazdan üstündür, biraz problem yaradır.
Amma biz deyirik ki, xeyr, burada problem yoxdur. Həccin ən üstün deyən hədislər də doğrudur. Namazın ən üstün olmasını deyən hədislər də doğrudur. Hər ikisi doğrudur. Amma necə? Bir cəhətdən bir cəhət. Namaz qəbul olunmasa digər əməllər Allah dərgahında qəbul olunmaz. Bu gözlə baxanda bəli, namaz həcdən üstündür. Hə? Amma digər tərəfdən baxanda, digər gözlə, hansı gözlə? Biz bu gözlə baxırıq. Namazda ancaq namaz var. Paklanma, Allaha yaxınlaşmaq. Amma həcdə necə? Həccin içində namaz da var. Qardaşlar bilirlər, həccə gedəndə Allah sayı qismət eləsin. Təvaf namazını qılmasın, təvaf batildir. Təvaf batildirsə, həcc batildir. Deməli, həccin düzgünlüyü nədən asılıdır? Namaz. Namaz həccin içində var. Zəkat həccin içində var. Sən xumus verməsin, həccə geçsin, həccin batildir. Həccin içində nə var? Xumus da var. Yəni, zəkat elə xumus zəkatın bir qoludur da, bir bədənidir. Qurban kəsmək həccin içində var. Oruç tutmaq, o da həccin içində var. Harada var? Quranda Allah Teala buyurur ki, əgər hər kəsin imkanı olmasa qurban kəsməyə, o zaman 10 gün oruç tutmalıdır. 3 günün hacda, 7 gün qaydandan sonra. Qurban kəsməyə imkanı olmayandır. Yaxşı, yəni həcdə qurban kəsməyən, ha? Deməli, oruç da var həccin içində, yoxsa yox. Bu gözlə baxanda ki, həccin içində namaz da var, oruç da var, zəkat da var, onda deyirik ki, həcc hamısından üstündür. Hətta namazdan da üstündür. Çünki bütün ibadətləri özündə cəmləyib, bu gözlə baxırıq. Bu prizmadan baxırıq. Amma yox, əgər namaz qəbul olunmasa, digər əməllər də qəbul olunmaz. Allah dərgahında əməllərin qəbul olması üçün şərt namazdır. Bu gözlə baxanda görür, namaz hamından üstündür. Aydın oldu, qardaşlarım. Deməli, mən bunu niyə sizə dedim? Qardaşım, sonra cavab verəcəm. Sadəcə olaraq istəyirəm deyim, bəzən olur ki, eyni iki dənə məsələyə baxırsan, bir prizmadan baxanda bu üstündür, digər prizmadan baxanda bu üstün olur. Burada heç bir problem yoxdur. Bir cihətdən bu üstündür, bir cihətdən bu üstündür. Aydın oldu bu qardaşlarım. Aydın oldu qardaş. Misal, adi bir misal deyirəm. Deyirəm ki, hacı Kərbalaydan üstündür, Kərbalay hacıdan üstündür. Bilək, necə olur ki, bu həm bu ondan üstün olur, həm bu ondan üstün. Deyirəm, bəli, bu gözlə baxıram ki, məsələn, hacı Qur'anı gözəl oxuyur, onda o üstündür. Bu gözlə baxıram ki, bu namazların vaxtında qılır, onda bu üstündür. Məsələn, fikir verir. Yəni, bir cihətdən. Gəldim qardaşın sualına. Qardaş qəşəng sual verir. Deyir ki, hədisdə var ki, Peyğəmbərdən də var, bu hədis İmam Əlidən də var. Hər kəs özünü tanısa, Rəbbini tanıyar. Bu hədisə baxanda görür ki, biz birinci özümüzü tanımalıyıq, sonra Allahı tanımalıyıq. Biz özümüzü tanımaq birinci rütbədə gəldi, birinci mərhələdə. Sonra Allahı tanımaq. Hər kəs özünü tanısa, Allahını tanıyar. Bu hədis belə deyir. Amma bayaqları mən danışdım, sizə dedim və sizə ziyarətnamə oxudum, dua oxudum İmam Zaman ağada ki, Allahümmə ərrifni nəfsək. Ey Allah, mənə özümü tanıtdır. Əgər səni tanımasam, Peyğəmbəri tanımaram. Peyğəmbəri tanımasam, imamı tanımaram. İmamı tanımasam, azğınlığa gedərəm. Burada belə başa düşürük ki, birinci Allah tanımaqdır. Amma bu hədisdə görürük ki, birinci özünü tanımalısan, sonra Allah tanımalısan. Bunlar ziddiyyətdir, xeyr ziddiyyətdir. Cavabı odur ki, hərəsi bir prizmadan. Deməli, biz Allahı əvvəl tanımalıyıq ki, özümüzü tanıyaq. Bəli, çünki Allah Teala əvvəldir, başlanğıcdır. O yaradıb hər nəyi, bütün varlıq aləmi ondandır. İnna lillah və inna ileyhi raciun. Həqiqətən biz ondanıq, onun üçünük və ona tərəf də qaydacaq. Amma digər tərəfdən baxanda, insan özünü tanısa, Allahını tanıyar. Bu da o deməkdir ki, yəni bir mənası da budur, bu çox mənalı olan hədisdir. Bir mənası da budur ki, insan özünü tanımağı, bəyalar İmam Hüseynin hədisini dedimi? Dedim, mən özümlə Allahı tanıdım, ha? O hədisdir, onun mənası. İmam Hüseynin sözü bu hədisin şərhidir əslində. Mən özümlə tanıdım, çünki mən özümə baxdım, gördüm ki, mən əbəs yerə yaranmamışam, boş yerə yaranmamışam, təsadüfən yaranmamışam. Ata-anam məni yaratmayıb, deməli, mən özüm də özümü yaratmamışam, valideynim də məni bilavasitə yaratmayıbsa, deməli, bütün bunların üzərində, fövqündə bir dənə qüdrət var ki, o məni xəlq edib. Özümü tanıdım, Allahı tanıdım. Özümün səbəbsiz yerə təsadüfən yaranmamağımı bildim ki, deməli, yaranmağıma bir səbəb var, o səbəb Allahdır. Və yaxud özümün zəif olmasını bildim, aciz olmasını bildim ki, mən möhtacım. Bir vaxt yazmışdım, mən bu hədisi 4 ya 5 dənə şərh yazmışdım. Verdim, uşaqlar istəmişdilər Facebookda məqalə çəkləməyə. Mən bu hədisi 5 dənə şərh yazmışdım, vermişdim. İnşallah bir dəfə gün gələr bu hədis xüsusi bu hədis barədə danışarıq. Amma indi xülasə cavab verirəm ki, qardaşın sualı xoşuma gəldi. Amma
Cavabı da budur. Bir tərəfdən əvvəl bəli biz Allahı tanımalıyıq ki, sonra Peyğəmbəri, imamı tanıyaq və özümüzü tanıyaq, haqda olaq yəni. Digər tərəfdən bəli biz özümüzü tanımalıyıq ki, Allahı tanıyaq. Özümü tanımaq nə deməkdir? Yəni baxanda ki, mən özümə bilirəm ki, mən acizəm, zəifəm. Deməli, aciz, zəif qul heç vaxt öz başına yarana bilməz. Bunun arxasında bunu yaradan bir qüvvə var. O vasitə ilə mən Allahı tanıyıram. İmam Əlinin Nəhcüzəlağada bir gözəl sözü var Allah tanımaq bu arada. Laf şirindir, qəşəngdir. Deyir ki, hamı gözəldir, amma o laf gözəldir. Bu barədə deyir ki, Ərəftullaha bi təğyiril əzaim. Bir niyyətlərin dəyişməsi ilə Allahı tanıdım. İlk baxışda adama aydın olmur bu söz. Nə deməkdir niyyətlərin dəyişməsi ilə? Amma izah edəndə görürsən Əleyhisselam gör nəyə işarə edib, bir qısa söz idi. Məsələn, mən bu günləri planlaşdırıram ki, sabahları Azərbaycana gedəcəm. Bilet də alıram, sabahları gedə bilmirəm. Aciz. Yaxşı, əgər mən öz əlimdə olsaydı, ixtiyarım özümdə olsaydı, mən getməliydim axı. Hansı qüvvə məni saxladı? Kim məni saxladı? Kim mənim bu iradəmin dəyişilməsinə səbəb oldu? Ona görə ağa deyir ki, Ərəftullaha, Allahı mən tanıdım bu yoldan. Bir təğyir ləzai, niyyətlərin dəyişilməsindən mən Allahı tanıdım. Bildim ki, deməli, bu mənim ixtiyarım özümdə deyil, mənim sahibim özümdə deyil. Bütün bunların üzərində, fövqündə bir dənə qüvvə var ki, həmən qüvvədir, odur, onun iradəsidir nizam-intizama salan. Onun iradəsi ilə hər şey nail olur. Nə qədər insanlar insana söhbət edirlər bizə, məsələn, sizə də söhbət edirlər. Filan yerə gedirdim, yolda bir dənə hadisə oldu, yolda yubandım filan. Mən özüm bir dəfə Türkiyəyə gedirdim, daha doğrusu Suriyaya gedirdim, amma Bakıdan Naxçıvana uçacaqdım, Naxçıvandan keçəcəkdim sərhədi Türkiyəyə, Türkiyədən gedəcəkdim avtobusla Suriyə, belə gedirdik də, biz gedirdik, gəlirdik. Bakıdan uçdum Naxçıvana, qış vaxtıdır, Naxçıvanda da maşallah qarı ilə məlumdur qışda. Düşdüm, elə düşdüm ki, gecə saat 10-11 və yaxud 9, belə 9-10. Dəqiq yadımdan çıxır vaxt, amma 9-10 araları olar. Düşdüm Naxçıvanda, Naxçıvanda da Türkiyə ilə bizim sərhədimiz gecə saat 2-yə qədər işləyir, 2-dən sonra bağlanır. Orada tələbə yoldaşım var, onun atası çıxdı qabağıma, dedi ki, ağa gedək evə, gecədir də, saat qışda 9 əməli başlı qaranlıqdır. Dedim, gecə burada qal günəm bizdə, səhər-səhəri mən yola salaram səni. Dedim ki, yox hacı, mən səhər qala bilmənəm səhərə, çünki İğdir şəhərində birinci Türkiyə Naxçıvandan keçəndə İğdirdən bir dənə cəmi avtobus var ki, birbaşa gedir Hatay şəhərinə, Antakya. Antakyaları siz yaxşı bilirsiniz də, o takva bazasında meyvə işlə baxan türklər, hamısı o Hataylıdır, Antakyalı, Əli Allah ilə. Orada düz Suriyanın sərhəddə də, biz elə bir İğdirdən gedirdik ora, oradan sonra keçirdik avtobusa, elə bir Hataydan da birbaşa avtobusda Dəməşqə, Hələbə Dəməşqə doludur Suriyaya. Ona görə bir dənə cəmi avtobus var, ona çata bilmədin, 9-un yarısı səhər, ondan sonra gələk tikə-tikə gedəsən bu şəhərdən, o şəhərə, o şəhərdən, bu şəhərə insan daha çox elə əziyyət olurdu. Dedim, ona görə səhər bilmirəm, axı, neçədə çıxacam, neçədə sərhəddə yubanacam, yubanmayacam, birdən avtobus, ona görə mən gecə qoy gedim, keçim ki sərhədi. Dedim, yatmayı İğdirdə qoy yatım, yatmasam da elə orada gecəliyim ki, səhər 100% bilim ki, avtobusa çatdım. Dedi, ağa, sən öz məsləhətin, necə məsləhətdir, problem yoxdur. Bir dənə orada uşaq çağırdı, dedi ki, bu mənim qonağımdır, ağa, Seyid bunu sərhədə çatdır. Çıxdı yola. Saat indi 9-10, mən də rahat bilirəm ki, çatacam. Oradan sərhəd bir saat, ancaq olurdu, Naxçıvandan bir saat, saat yarım. Qışdı indi yollar biraz problem, məsələn 2 saat. Gəldik yollarla biraz şəhəri təzə çıxmışdı, Naxçıvanı məsələn çıxmışdı, biraz aralanmışdı. Bunun remendi qırıldı, maşında remend oldu, qırıldı. Qırıldı, maşın dayandı, düşdü, qardiran bura qədər. Düşdü, heç kəs də saxlamır, yolda bir nəfər saxlamır. Düzdür, maşın da çox az gəlir, amma gələn də saxlamır. Ki, nə məsələdir, niyə, filan. Bu da darıxma, məndə Zapas bir dənə remend var, onu bağlayacağım. Zapas remendi bağladı, elə təzə yerdən götürdü, 5-10 dəqiqə, o da qırıldı. Belə düşdü aşağı. Mən də deyirəm, görürsən, bu nə məsələdir, filan. Sonra bir dənə də remend tapdı, o böyük oldu. Bağladı onu, alınmadı, razmeri böyük oldu. Sonra zəng elədi, dedi ki, qayday dalada, mümkündür. Qaydır indi dala, biraz sürür, söndürür, biraz sürür, qızdırmasın da, motor yetişməsin. Belə biraz gəldi, biz yaxınlaşdıq Naxçıvana. Zəng elədi dostuna ki, gəl mənim qabağıma, sən götürməli, maşınla gedə, remend dala gəlir. Bu gəldilər maşınla, bunu götürdü dostu, yenə mən tək-təklə qalmışam burada. Buna bir istəyirəm deyim ki, buna ki, mənə aparıb oteldə, utanıram bu dostumun tələbə yoldaşımın atasına zəng vurum. Buna deyim ki, mənə aparıb bir oteldən qastırdı, bir yerdə axı qalım, gecəliyim.
ki, səhər də çıxım gedim də, belə oldu, mən çətin çataram. Bu diyor, darıxma, çatacaq. 2-yə çatacaq, gecə 2-yə. Nəysə, getdi, aldı rement, gəldim, orada gözlədim, bağladı, çıxdı yola təzədən. 2-yə yarısı, 2-yə 25 dəqiqə qalır, belə çatdı sənədə. Elə mən düşdüm maşından, sağ ol, Allah razı olsun buna demişdim. Elə yaxınlaşım, o qışdım günü, hesab 2-də kimdir sənəd keçən? Özüməm, təkəm, bir də o kişi oturub. Yaxınlaşdım, o polisə sənəd, mənə paspor zadı, sonra gömrük, sumkazadı yoxlayanlar, belə olur da. Gördüm, bir dənə o türk maşinləri var, o banka fason olur belə. Ki, qabaq biz banka deyərdik, belə. Gördüm, ondan bir dənə gəlir, Fiat. Gəlir, belə dayandı, bu da sərhəddə. Dedim, qardaş, hara geçsin? Dedi ki, o oyuna keçirəm, ben türkdür, İğbərə gedirəm. Dedim ki, maşın boşdur, mənə apararsan o tarafaya. Çünki mən indi sərhəddə keçim, qalacam piyada. Dedi ki, problem yoxdur, olsun, mən bir yola gedirəm. Dedim, ola bilsin, mənim içəridə işim yubanaram, filan. Özə dedim ona, dedim, qabacından deyim də sən, biz tələbəyik. Bizim sərhəddə işimiz çox çəkir, adi cəmaat kimi çəkmir, bizi cəmaatı 10 dəqiqə yoxlayanda bizi 1 saat yoxlayır. Ona görə qoy, biraz yubansam, gözləyərsən mənə, dedi, narahat olma, 3 saat olsa gözləyəcəm səni, problem yox. Girdim mən içəri, biləcək olmadı, tez çəkdi, çıxdı filan. İndi o yoxlayan mənə deyir ki, deyir, 3 saatdır, bir nəfər də keçmir sərhədi. 3 saatdır, bir nəfər də keçmir sərhədi, yəni nə maşın, nə adam, nə filan keçmir, siz indi gəldiniz. Özdə Naxçıvanda da sərhəd indi bilmirəm, amma o vaxt elə idi ki, orada oturmağa içəridə yer yox idi, gözləmə zalı yox idi. Çöldə gözləməli idim. Mən orada dedim ki, ilahi sənin çox şükürlər olsun. Mən orada biraz naşükürlük də elədim hələ. Ki, nə oldu, niyə belə qırılır, nə olur? Amma orada başa düşdüm. Deməli, mən reymen qırılmasaydı, 3 saat qabaq gəlib oraya çatacaqdım. Bir də maşın keçmir axı. Deməli, 3 saat mən bu qədər qarda, buzda, gecə, soyuqda, qıraqda qalmalıydım. Allah təala deyir, səni isti maşında saxlayıram da mən. Bunun 2 dənə remendin qıracam, 3 dənə də qıracam, 10 dənə də qıracam remendin. Səni saxlayacam isti maşında. Niyə narahatsan? Gedib burada buzda qalmaydansa qarın içində, maşının içində qəşən əlin ayağın təmiz qal burada. Qoy bir geçsin remend filan da alınacağı düzəldəcək, düz 2-20 dəqiqə qalmış. Çatmağımla deyirəm, mən ora çatmağımla gördüm, həmin maşında gəlir arxamızca. O da gəldi, çatdı. Oradan da oturduk düz İğdıra. İğdıra çatanda o adam dedim ki, mən bir dənə otelə apar ki, bu gecəni gezəlim. Dedim, nə otel, nə danışırsan sən? Mən sənin yüzünə baxıram, görürüm ki, sən bizim bəzi bu otellərdə qalan adam görürsən. Var burada otellər, amma hər oteldə sən qalan adamın sənə yaraşmır yəni. Burada mən bilirəm, bəzi otellər var ki, onun yəsi hacılardır, mömin adamlardır. Onların otelinə aparacam səni ki, çünki təmiz. Ya ora seriyoz adamlar gələr, ya da ki, ailəvi gələrlər. Orada başqa şey olmaz. Mən səni ora gəldi, məni orada saxladı. Özü məndən düşdü, deyir, sən bunlar aldadırlar, sən türk parasından bilmərsən, burada qonaqsan. Özü pulu aldı məndən, verdi ona, dedi, filan qədər çıxdı, yenə aldı mənə, dedi, sahibə görürsən, dedi, belə. Və ondan qabaq da apardı, dedi ki, bileti indidən al günə, səhərə saxlama. Apardı məni şirkət, onlarda 24 saat işləyirdi, gecə ilə apardı şirkətə, biletini, düzdür, mən pulumdan aldım. Ancaq o apardı, gecə də bileti qoydum cibimə, arxayın gəldim, oteldə yatdım. Orada dedim, ilahi şükür olsun sənə. Bax, ərəfdullaha bir təğyirül əzaim budur. Niyyətlərin dəyişməsi ilə Allahı tanıdım. Məndən olsaydı, güya mən onda keçməliydim sərhədi, getməliydim İğdıra, orada filan. Amma remetlər qırılır dalbadal, işlər qurulur, əlin ayağın təmiz, istidə saxlayır Allah sana, amma aparır bir ədə çatdırır yerinə lazım olan. Yəni ona görə insan bu şeylərə diqqət edəndə elə öz həyatında bəs edir ona. Yəqinə çatır ki, bizdən hamımızın fövqündə duran bir qüvvə var ki, hər şeyə qadir olan Allahımız var, bütün işləri də tənzimləyən odur. Allah üzr istəyirəm, ikinci sual verim. Biz əqidəmizdən asılı olmayaraq, yəni doğulan uşaq müsəlman doğulur. Buna dəlil, nəylə ispat edir? Doğulan uşaq müsəlman doğulmur, deyəcəm də yox. Doğulan uşaq pak fitrətdə doğulur. Bu başqa şeydir. Pak fitrət. Nə deməkdir pak fitrət? Bu barədə bir Quranımız var, Quran ayəsi, bir də hədisimiz var. Quran ayəsi belədir ki, Allah təala deyir ki, fitratullahi ləti fətərənnəsə aleyha. Bütün insanları Allah tanımaq fitrətində xəlq edir. Bütün insanlar Allah tanımaq fitrətində yaranır. Hədisdə isə Peyğəmbər sallallahu buyurur ki, kullu mevludun yuladu ala fitrə. Bütün insanlar pak fitrətdə doğulur. Əbavahu yuhavvidanahu au yuməttisanahu au yunassiranahu. Onun ata və anası onu ya yəhudi edir, ya otpərəst edir, ya xristiyan. Xaçpərəst. Deməli, pak fitrət nə deməkdir? Sağlam fitrət nə deməkdir?
Əgər o insanı, o qıraqdan təsir olmasa, ata, ana və s. mühit, müəllim, ustad ona təsir eləməsə, hər bir doğulan insan öz fitrəti ilə ağlı kəsəndən sonra başa düşəcək ki, bayaq dediyim kimi, məni xərq edən var, məni yaradan var, mənim Allahım var, mənim Rəbbim var. Aydın oldu, qardaş? Budur bunun mənası. Ki, hər bir insan Allah tanınan fitrətində. Amma bizdə şəriətdə necədir? Əgər bir uşaq dünyaya gəlib, onun ata, anası, ya babaları, nənələri, istər ata tərəfdən, istər ana tərəfdən, əgər içində bir nəfər də olsa müsəlman varsa, o uşaq müsəlman hökmündədir. Aydın oldu, qardaş? Məsələn, bu günləri Yəhudinin evində uşaq dünyaya gəlib, amma bu ailənin ata-ana Yəhudidir, onların nənələri, məsələn, müsəlman olur. O zaman o uşaq ağlı kəsənə qədər, həddi buluq olana qədər o müsəlman hökmündədir. Niyə görə? Çünki Peyğəmbər sallallahu buyurur ki, Əl-vələdu yətbə əşrəful valideyn. Əşrəful əbəveyn, hədis belədir. Övlad, ata və anada, baba və nənədə ən şərəflisinə tabi olur hökmdə. Ən şərəfliyə. Ən şərəfli hansıdır? İslam. Müsəlman da ən şərəflisi. Yaxşı, Xristiyandan da şərəflidir, Yahudidən də şərəflidir, otpərəstlidir. Deməli, Peyğəmbər də buyurdu ki, uşaq ən şərəflinin hökmündədir. Atanın içində olan ən şərəfli. Deməli, ata-ana və yaxud nənələr və babalar içərisində bir nəfər də belə ən azından müsəlman olsa bu yetərlidir. Yetərlidir ki, uşağa biz hökm edirik. İndi belə deyək ki, bu onsuz uşaqdır da, bunun günahı yoxdur. Bunun nə faydası var ki, bu kafir hökmündədir, yoxsa müsəlman hökmündədir? Faydası çoxdur. Əgər desək ki, biz bu müsəlman hökmündədir, o zaman Allah göstərməsin, bu uşaq dünyasını dəyişsə, biz onu müsəlman qəbirstanlığında bastıracaq. Vacibdir bastırasan müsəlman qəbirstanlığında. Haramdır onu bastırasan kafir qəbirstanlığında. Yox, əgər biz desək ki, o uşaq kafir hökmündədir, o zaman vacibdir o dünyasını dəyişsə, onu kafir qəbirstanlığında bastırasan və haramdır müsəlman qəbirstanlığında bastırasan. Çünki bilirsiniz də, var ki, biz deyirik ki, müsəlman gələk, müsəlman qəbirstanlığında bastırar. Yox, belə deyil. Müsəlman vacibdir müsəlman qəbirstanlığında olan. Kafir də vacibdir kafir qəbirstanlığında olan. Burada vacibiyyatdan çıxarmır. Bu xristiyanlar kafir deyil. Bəli. Və kitab əhli kafir sayılır. Deyəcəm, yox, belə şey yox. Deyəcəm indi, kitab əhli nə deməkdir, onu deyəcəm, oradan çıxarma sözü. Aynı oldu, qardaş. Amma yox, bir uşaq, övlad dünyaya gəlsə, onun nə atası, nə anası, nə nənələri, nə babaları. Onlar, əgər heç biri müsəlman döyürlərsə, o zaman uşaq kafir hökmündədir. Və görürsən nə deyirəm? Demirik kafirdir. Kafir hökmündədir. Biz ondan sanki kafir kimi davranırıq. Ta həddi buluğuna qədər. Amma əqli çatmadığına görə müsəlmandır. Yox, müsəlman döyür. Müsəlman döyür. Hökmü kafir hökmündədir. Fitrəti sağlamdır. Fitrəti, o başqa şeydir. Fitrəti sağlamaq dedim axı nə deməkdir? Fitrət sağlam o deməkdir ki, əgər buna qıraqdan, böyürdən təsir heç kəs eləməsə, bu sabahları özünə baxıb deyəcək ki, məni yaradan Allahdır. Yəni Allah tanıma, Allahı tanıyacaq. Ona deyərlər sağlam fitrət. Aydın oldu, müsəlman deməkdir o. O, üzr istəyirəm, bu qardaş yaxşı sual verdi. Bax, bizdə insanlar iki qismə bölünür. Müsəlman, kafir. Üçüncü bölüm yoxdur. Müsəlman var, kafir var, əhli kitab. Belə şey yoxumuzdur bizim. Bizdə insan bölünür iki qismə. Yadınızda saxlayın bilən bu bölümü. İnsan bölünür iki qismə. Müsəlman, kafir. Sonra kafir bölünür iki qismə. Əhli kitab kafir. Əhli kitab olmayan kafir. Üzr istəyirəm, bəs bu kitab xalqına təbliğdir. Üzr istəyirəm. Dəlilmi? Kitab, yəni bütpərəst deyiz, kitab deməyək. Bütpərəst kafirdir, qeyri-əhli kitab. Yəni əhli kitab deyil. Kafirdir, qeyri-əhli kitab. Xaspərəst Yəhudi və Xamniyaqan fətvasına görə otpərəstlər də, amma başqa müştəhidlərdə ancaq xaspərəst və Yəhudilər. Bunlar isə kafirdir, amma əhli kitabdır. Aynı oldu, fərq bundadır. Yoxsa biz deyək ki, yox, bu müsəlman deyir, kafirdir. Bəs onda nədir? O üçüncü yoxdur. Ya gecə var, ya gündüz. Üçüncü yoxdur ki bizdə. Yəni gecə də deyir, gündüz. Bunların hamısı cəhənnəm əhlidir. Üzr istəyirəm, qulaq az, bu cəhənnəm əhli başqa şeydir, Allahın əlində. Kafirlər cəhənnəm. Qiyamət günü bizim əlimizdə deyil. Baxın, onları qarışdırmayın məsələləri. Əvvələn biz burada danışırıq nədən? Kafirdən. Kafir kimdir? İnsan bölünür, təkrar edirəm. Müsəlmana və kafirə. Kafir bölünür iki qismə. Əhli kitab kafir, əhli kitab olmayan kafir. İnsan sual verginən, bunların fərqi nədədir? Kafirdirsə niyə bölürsən? Əhli kitab olmayan, niyə bölürsən? Faydası bundadır ki, kafir, əhli kitab pakdır, pak. Əlim dəysə ona, əlimi yumağa ehtiyac yoxdur, murdar deyil, taşdır.
Sadəcə Kitab kafirdir. Bəli. Amma kafir əhli kitab olmayanda bütpərəst kimi və s. o zaman murdardır. Hətta murdardır. Kafirdir və üstə gəlsin murdardır. Yəni əlim onun əlinə yaş dəysə gərək gedim əlimi yuyum. Deməli fərqi var. Kafir əhli kitabla qeyri-əhli kitabda fərq var. Bu bir. Söhbət yaş dəyməkdən gedir də, yaş olsa. Bəli, Quru bəli. olsa problem. Quru olsa problem. Amma əlbəttə orada deyim ki, qədimdə müştəhidlərimiz kafirin bütün növünü murdar edir. Yəni, hətta xaçpərəst də murdar edir. Bizim qoca nənələrimizi xaçpərəstin qabında öldürsəydin xora yeməz. Bəli, onlar başqa idilər. Yəni, çünki o qədimlərdə o cürdür. Amma indiki əlhamdülillah müştəhidlərimizdən mesela hətta rəhmətli İmam Xümeyni 89-cu ildə rəhmətə gedib, rəhmətli İmam Xümeyni risalasına baxın, o da yazır ki, xaçpərəst kafir, murdardır. Yəhudi murdardır. Hətta İmam Xümeynidə də belədir. Yəni, ondan sonra müştəhidlərin fətvasında oldu ki, kafir əhli kitab pak hökmündə. Ya, bu belə. İndi qaldı ki, bunlar cəhənnəmə gedəcəklər. Əvvələn cəhənnəm Allahın əlindədir. Bunu biz hökm eləmirik. İkincisi isə, bəli, bizim Qurana əsasən deyirik ki, kafirlər hamısı... Üzr istəyirəm, bizim kitab əlində Vahabilərin kafirdir, yoxsa... Vahabilər müsəlman. Əhli kitab kafirə deyirlər, müsəlman olmayana deyirlər. Əhli kitabdır. Allah Teala Quranda açıq-aşkar deyir Bəyyinə surəsində. Ləm yəkunillədinə kəfəru min əhli kitab. Üzr istəyirəm, kafirdən olan əhli kitablar ləm yəkun. Yox, biz yaxşıdır, başqa şeydir. Biz danışırıq şəriət hökmündən. Kafirin əlbisi olan yaxşıdır. Biz danışırıq şəriət hökmündən. Şəriət hökmündə Vahabilər kafirdirmi? Xeyr. Biz danışırıq bundan. İndi onların gördüyü işlər kafirdən də pisdir, qan tökürlər, günahsız adam öldürürlər, körpə uşaq öldürürlər, terror edirlər, o başqa məsələdir. Onları qarışdırmayın. Biz bir dəfə danışırıq şəriət hökmündən, risalədən danışırıq, o başqadır. Bir də